özünün bir parçasını Qarabağa əmanət edən. Palçıqda yoxladım qolumu, gördüm artıq yoxdur. Mənə indi də maraqlıdır ki, o hardadır, heç olmasa mən onun sümüklərindən nə olsa tapa bilim. Bu torpaqların yadigarını beynində daşıyan. O gülləni 3 dəfə əməliyyat olmağa baxmayaraq çıxarmaq mümkün olmadı. Çünki beyin altındadır burada. 5 ildir ömür yoldaşıyıq da, güllə ilə bir yaşayırıq. Qarabağın ən əziz qonaqlarının 5 ildən sonra gəlmişəm, burada böyük bir şəhər görürəm. Hətta Cəbrayıllı bir qardaşın evində qonağam mən. və əbədi sakinlərinin hekayəsi. Məcburi köçkün düşəndə mən 4-cü sinifdə oxuyurdum. Bugünkü gün mən Füzuli şəhərinə şəhid atası kimi dönmüşəm. Ən əziz qonaq 8 noyabr saat 19:20-də ATV-də.